Bəli, hörmətli tamaşaçılar. Ağay Arif mənim yanımda. Arif, çox xoş gəlmişsən. Necəsən? Çox şad oldum. Əziz tamaşaçılar, Yaqubdan mən çox təşəkkür edirəm. Sizi də öpürəm. İllərdir ki, mən ana dilicə danışmamışam. Amma deyərlər ki, vaxtı bir danışmağı danışmasın, zehnindən gedər, beynindən gedər. Amma görürsünüz ki, mən o qədər əlaqəm var ki, çətin yapışmışam bu dilə, heç cür buraxmayacağım onu. Elədir, mənim anam Bakıda anadan olubdu və diş döktür idi. İrana gəliblər, mənim atam, anam, əmi oğlu, əmi qızıdılar. Ata tərəfdən Ərdəbilliyik. Vəli anam Bakıda anadan olubdu. Anamın da anası, onlar da Nəminlidirlər. Dibdə Azəriyik, Azərbaycanlıyız. Azərbaycanlıyıq. O zamanda niyə bizim musiqiçilərimiz çox faizi də o zaman Azərbaycanlı o Tehranda yaşayırdı. Ya, Quş var idi, siz vardınız. Dariuş, Obi, Behruz Suqi, Bibirat Səmrəm, Hümeyra, xanım Haydə rəhmətlik, Məhəsti, çox xanımdır. Amma niyə o zaman fəaliyyət biraz genişlərdi Azərbaycan musiqinin haqqında? Valla gözəl sual elədin. Farsların içində biraz çətindir ki, adam Türk dilicə oxusun. Çün mən həmişə səhnədə ki, Türk dilicə oxuyuram, bir-iki dənə oxuyaram. Bir saat bərnamamda bir-iki dənə Türkiyə hətmən oxuyuram. Sağ ol. Türk dilicə. Onda deyirəm ki, Farslara deyirəm, özünüzdən müğayət oluruz, çünki Azərbaycanlılar gəlir. nə Azərbaycanlılar 52-53% dərsədir. İran, bəli. İran Türk dilicə danışırlar. İndi Şirazdadır, Türk-i Şirazdır. Türkiyə Qəşqaydır, bəli. Azərbaycan ki, öz yerində. Qəzvinə kimində gəlirsiniz, bir cür Zəncan, Türkçə, əlbəttə ləhcələri biraz fərqlidir. Çönübdür, amma odur ki, onlar deyərəm ki, türklər gəlirlər, özündən müğayət olurlar. İnsan əgər öz dilində də oxumasa, mənim nəzərimə Arif elə Biz bayaq kültürümüzü hifz eləyək. Azərbaycan İrana vaxtı müqayisə edirik, görürük ki, 100 il qabaqdır musiqi. Həqiqətən öyle.